Salam, dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizə Masazır qəsəbəsində, Masazırda Yoncalıq ərazisində, 6 nömrəli məktəbin tam arxasında belə bir həyət evi çəkib təqdim edirəm. Dəyərli dostlar, marşrut düz bu maşının yanından keçir. Yol gördüyünüz kimi şebendi, quru ərazidə yerləşir və hündür ərazidə yerləşir. Qazı, suyu, işığı, kanalizasiyası, bütün kommunal xidmətlər hamısı qaydasındadır. Həyətyan sahəsini görürsünüz, kombisi, ehtiyat su çəni, gidrofonu, motoru, pəncərəsinin rüşotkası. Hazır bugün al, köç yaşa vəziyyətdədir. Ev yəsi deyir ki, internetdə qədər hazırlamışam. Həyətinə də bir balaca maşın daxil etmək mümkündür. Qapının ağzında da maşın saxlamağa boş sahəsi var. Heç həyətə salmasanız belə qapıda saxlayıb düşüb evə girə bilərsiniz. Belə bir həyətyan sahəsi var. Deməli, evimiz 2 otaqdan ibarətdir. Yerdən kürsülüdür gördüyünüz kimi. Mətbəx mebeli hazır yığılıb. Qiymət demək olar ki, bugünkü gün bazar qiymətinə uyğun təyin olunub. 52.000 manata təklif olunur. Bax, bu mətbəxidir. Geniş mətbəxi var. Radiatorlarını görürsünüz. İnternetin yerini görürsünüz burada. Burada bizim belə bir qonaq otağımız yerləşir. Təmir səliqəli saxlanılıb. Evdə bir müddət yaşayış olub. Hal-hazırda evdə yaşayış yoxdur. 52.000 manata evin də, torpağın da paket kupsası var. Paket kupsalıdır. Burada yerləşir evimizin sanitar qovşaq hissəsi. Burada tam təchizat, bütün aksesuarlar bağlanmışdır hamamın su şırkasına qədər. Və burada evimizin geniş yataq otaq hissəsi var ki, buranın lamıskası xarab olub, çıxardıblar. Belə bir yataq otağımız var. Masazır qəsəbəsində yola yaxın 2 otaqlı ev istəyən olsa buyurub əlaqə saxlasın. Yəni çox rahat, səliqəli, keyfiyyətli evlərdən biridir. Ətraf tam yaşayışlıdır. Ətrafda hamı yaşayır. Oba market, Al market, bu tərəfdə 6 nömrəli məktəb. Yəni yaşayış üçün tam ideal bir ərazidir. Buyurun, əlavə sözlü sualınız olsa zəng edərsiniz. Mən sizə ətraflı məlumat verərəm. Kanala abunə olmağı, videolarımızı izləməyi unutmayın.